Salam dostlar, bugün sizlere internete girerken bir səhvlə qarşılaşırıq və bu səhvin aradan qaldırılmasını sizlərə əyani sübut kimi göstərmək istədim və biz internete girərkən belə bir səhvlə ara sıra qarşılaşırıq və Windows 7 sistemlərində bunun aradan qaldırılmasını sizlərə yəni göstərmək istərdim. Deməli, notebooklarda bunu açmaq üçün set yəni Wi-Fi olan qismini vuraraq buradan həmin kateqoriyanı açırıq və yaxud Windows 7 sistemlərində pusk bölməsindən panel upravleniya və bu şəbəkədən girdikdən sonra bunu basırıq. Buraya daxil olduqdan sonra və svojstvodan sonra bu 4-cü versiyası və yine svojstva. Buradan biz bu problemi aradan qaldırmaq üçün ikinci düymeye basırıq və hər birinə 8 yazırıq və burada da ikinci bölməsində 8 və axırı ikincisini 4 yazdıqdan sonra ok düyməsini sıxırıq. Ok düyməsi sıxıldıqdan sonra bu panelləri bağlayırıq və mail.com-a daxil oluruq. Bu problemin aradan qaldırılması bu yollardan həll olunur. Və sizdə də bu problemi qarşılaşırsanız, belə etsəniz yəqin ki Windows 7 sistemlərində bu problemi həll edərsiniz. Və bu qədər.